Ötən gün Gəncədə də bıçaqlanma faktı qeydə alınıb. Gəncə Lokomotiv deposunun rəis müavini 33 yaşlı Sabit Qasımov bıçaqlanıb. O, sol budun arxa tərəfinin 1/3 hissəsinin kəsilmiş, deşilmiş yarası ilə Gəncə Dəmir Yol xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər. Sabit Qasımovun sözlərinə görə Gəncə Lokomotiv deposunda çilingər işləyən qonşusu 34 yaşlı Rəşad Allahverdiyev tərəfindən münaqişə zəminində bıçaqlanıb. Qasımov iş yoldaşlarının köməyi ilə xəstəxanaya gətirilib. Qeyd edək ki, Rəşad Allahverdiyev də ötən gün döyülmə xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona alnının əzilmiş, cırılmış yarası diaqnozu qoyulub. O da ifadəsi zamanı qonşuları tərəfindən hücuma məruz qaldığını bildirib. İlkin məlumata görə Rəşad Allahverdiyev Sabit Qasımovun qardaşı Cabirlə münaqişə zamanı xəsarət alıb. İdarəmizin həyətinə girdim, qapıdan 20 metr idi, getmişdim, irəliləmişdim içəri. Məni gördü, başına da kurtkayla papaqla qaçdı üstümə, söhbət belə oldu. Ay yarım qabaq, bu yəni işə gəlməmişdi. Birinci dəfələrlə də bu işə gəlmir. Heç nə, bunu akt tərtib elədi ki, işə nəyə görə gəlmirsən? Bu ona görə şey elədi ki, bu da bizim qapı qonşudur, belə deyim də sizə. Yaxın münasibətdə olduğumuz adamdır. Yəni, söhbət ondan gedir ki, nəyə görürsən, mən vaxtıma qol çəkirsən. Faktlarla bağlı araşdırma aparılır.